Mahnı Biraz arkaya gelin. Amin kardeş. Allah əziyyətimizi əlimizdə vurmaz. Amin. Oktay Orxan da tezdən mənə YouTube kanal açdı. Yeni bir şeydir, da belə bir şey yoxdur. O gözəldir. Bu kişi o işin sənətkarıdır. Özü ATV kanalında baş rejissordur. ATV-də Rizvan işləyirdi, qalır indi o Döşbatanda qalan videoda. Yox. Çıxdı. Hə. Necə? Yəni savaşdılar, çıxdı. Sən o şəkilləri bir gün ata bilərsən bizə. Hə, gedirəm. Göndərərsən, paylaşarım. Söz dedim. İndi mən sizə sual verim. Uğurlu olsun, xeyirli olsun. Yeni klip çəkilişi. Çox sağ ol. Mahnının klipində sizi ən çox həyəcanlandıran nə oldu Talib? Çox sağ ol əziz qardaşım, var olasan. Təşəkkür eləyirəm. Rol arxasındayıq. Elədir ki, mən diqqətli olmalıyam. Həm maşına, yola fikir verməliyəm, həm də sizin sualınızı cavablandırmalıyam. Bu mahnı açığı indiyə qədər elə mənim sənət dostlarım da dedilər fikirlərin, siz özünüz də dediniz. Belə bir belə deyək də belə bir söz haqqında mahnı yoxdur. Oğlan evi, qız evi, gözünüz aydın olsun. Oğlan evi, qız evi, qohumluq şirin olsun. Allah bütün balaları xoşbəxt eləsin, bütün ailələrə, ata-analara bala sevinci qismət eləsin. Bizlər də gəlib həmin o məclislərdə, xoş günlərində iştirak eləyək və eləcə də qaldı sizin sualınıza. Mahnının sözlərin Osman müəllim yazıb. Mən xahiş elədim ki, belə bir tema istəyirəm. Osman müəllimdəki məşhur Laçının mahnısının yazan şairimizdir. Orada elə bir sözlər var ki, yəni el dilində işlənən sözlərdir. Atalar, analar, gözünüz aydın olsun. Bu sözdə elə bir hikmət var ki, elə bir gözəllik var ki, hər bir insanın istər-istəməz ürəyindən, qəlbindən gələn sözdür ki, məclisə qədəm qoyanda valideynlərə göz aydınlığı verir ki, ay ata, ay ana, oğlan evi, qız evi, gözünüz aydın olsun. Mənə elə gəlir ki, bundan yaxşı bir belə deyək, uğurlu insanlar, tamaşaçılar içində seviləcək söz ola bilməz. Mən belə başa düşürəm, belə qəbul eləyirəm. Orada da bir söz var, indi insanlar, tamaşaçılarımız onları yəqin ki, yaxşı əzbərləyərlər el şənliklərində. Mən olmasam da istifadə eləyərlər. YouTube-dan inşallah 1-4 günə YouTube-a yerləşdiriləcək mahnımız. Elçilərin həyəsini alıb, şirin çayın içdilər, qonum qonşu içində gül balanı seçdilər. Valla bundan gözəl söz ola bilməz. Oğlan evi, qız evi anlayışı sizcə bu gün aktualdırmı? Bəli, aktualdır. Amma bir gənc, bir oğlan, bir qızı bir-birini sevirlər.
oğlan evi yox, qız evi çox adətən hamıya şamil eləmirəm. Çox çətinliklərə salırlar oğlan evin. Niyə? Yəni el deyimi var, əyəni yorğanına görə uzat. Çox şey tələb eləyirlər oğlan evindən. Və bu tələb də elə bir nəticəyə gəlir, çıxır ki, onların ayrılmasına səbəb olur. Çünki oğlan evi istədiyin, belə deyək də, yerinə yetirə bilmir. Sonluqda da məcbur olurlar bu iki gəncin, bu iki cütlüyün ayrılmasına səbəb olur. Mən tövsiyə edərdim ki, yəni xoşbəxtlik Allaha and olsun o nətər deyirlər, o cehizlərdə deyil. Düzdür, yuva lazımdır, ev lazımdır. Deyir, yox, sənin bir otaqlı evin var, mənim qızım orada gəlib necə yaşayacaq? Bir otaqlı evdə valla Allah and olsun elə isti münasibət, elə isti məhəbbət olur ki, o 5 otaqlı evə dəyir. Mən tövsiyə edərəm ki, valideynlərə onu nəzərə alsınlar ki, əsas xoşbəxtlik balalarının xoşbəxt olmağıdır. Allah Teala onlara şirin pay verməkdir. Oğlan, qız fərqi yoxdur. Onların isti məhəbbəti, münasibəti və eləcə də valideynlərin münasibəti o balaca bir otaqlı evi də valla gətirib axırın 5 otaqlı evə də çıxardır. Villa da eləyir inşallah. Klip mahnının təsir gücünü artırırmı? Bəli, bəli. Bəli, biz bunu Allah əziyyətimizi əlimizdə qoymasın. Elə bunu belə deyək də bir heçnəsiz YouTube-a yerləşdirsəydik də, sosial şəbəkələrdə paylaşsaq da, çəkdiyimiz klip kimi effekt verməz heç bir vaxt. Çünki biz orada obraz yaradırıq. Mənim musiqiçi dostlarım, qardaşlarım orada hər öz ifasını göstərir. Və eləcə də onu, belə deyək, mahnını 5 qatda artırır tamaşaçı üçün və dinləyici üçün ki, və bizə də bir uğur gətirir. İnşallah uğurumuzda yaxşı olar, əziyyətimiz əlimizdə qalmaz inşallah. Bu klip tamaşaçıya nə mesaj verir? Mesaj oldu ki, toyların açılışı, toyların bağlanışı mənə elə gəlir ki, Oktay. Elə bu toyla başlayıb, bu toyla da bitəcək inşallah. Bəli. Bu toy insanların ümumi hər istər qız evinə, istər oğlan evinə, Talib qardaşımın dediyinə həm burada ayrı seçkilik yoxdur. Həm toy evi mehriban auradır, bir necə deyim, kampaniya. İstər qız evinə, istər oğlan evinə gözəl bir aura verir. Burada söhbət belə deyək də, bu bir kinodur, bu bir mahnı. Bayaq yolda Talib qardaşımdan onu dedim. Bu kinoya hamı cəmlənib, ayrı seçkilik yoxdur bu mahnıda. Yox. Normalıq, səmimiyyət və ən əsas çox gözəl pozitiv enerji ötürür mahnı insana. Mən belə dəyərləndirərdim, belə qiymətləndirirəm şəxsən. Bugünkü bizim bu Talib qardaşımızın zəhməti ilə ərsəyə gedən bu proses çox çətin də olsa, mən Talibin hər vaxtı yanındayam. Neçə illərdir mənim dostum, qardaşımdır. Bu çox böyük bir əziyyət, zəhmət tələb edir. Amma şükürlər olsun ki, sizin sayənizdə, bizim əlavə digər musiqiçi qardaşların sayəsində ən əsasda Talibin özünün zəhməti çox böyük oldu və biz bunu şükürlər olsun ki, ərsəyə gətirdik. Deməli, köhnə toylarla indiki toyların fərqi nədir? Çox fərqi var, qardaş, çox fərqi var. Çünki əvvəllər toylarda toyun açılışı şəxsən mən özüm deyim də, həmişə şən əhval-ruhiyyə ilə başlayırdıq. Valideynlər, qohum əqrəbə bir 10 dəqiqə, 20 dəqiqədən rəqs eləyirdilər. Ondan sonra bir parçada olsa mən muğam ifa eləyirdim. Çünki muğam bizim qanımızdır. Əsrlərlə Azərbaycanın yaddaşından gəlib, süzülüb bizlərə çatır və bizlərdən də gələcək nəsillərə biz ötməliyik. Toylarda biz bunları ifa eləməliyik. Bir balacada olsa, o gələcək nəsil onu bilsin ki, bu bizimdir. Çünki bütün dünya musiqiləri bizim muğamların üstündə köklənir. Ancaq bu günləri çox şahid olmuşuq ki, hamımız şahid oluruq. Elə toy sahibi olur ki, mən hamıya şamil eləmirəm. İndi onun da öz fikridir, istəyidir. Gəlib deyib ki, xahiş eləyirəm,
bizim məclisimizdə muğam olmasın. Bu da pis təsir edir biz musiqiçilərə, biz müğənnilərə, xanəndələrə. Çünki bizim Karvey sənətkarlarımız, adlarını çəkmirəm. Allah dünyasını dəyişənlərin ruhunu şad eləsin, qalanlara can sağlığı versin. Həmişə toylarımızda bizim muğamlarımız istifadə olunub. Bu gün də biz çalışırıq ki, o yük bizə düşür. Biz onu yenə xalqımıza, məclislərdə, gələcək nəsillərə çatdıraq. Bu gün bizim yaralı yerimizdir. Elə musiqiləri ifa olunur ki, tamam yaddır bizim musiqiçilərə, musiqimizə. O da olsun, biz demirik olmasın, amma üstünlüyü verək bizim musiqilərə, bizim xalq mahnılarımıza. Allah and olsun, elə gözəl xalq mahnılarımız var ki, toy başdan ayağa onunla oxuyarsan, heç o mahnılar qutarmaz. Bugün bizim yaralı yerimiz həqiqətən də keçmiş toylarımızdan indiki toylarımızın fərqi bax belə də budur. İndi inşallah get-gedə düzələr, yaxşı olar. Allah hamıya kömək olsun. Mən düz gedirəmmi belə? Hə. Talih qardaş, deməli çox toylara getmisən də indiyə qədər. Bəli. Toyda başına gələn maraqlı əhvalat danışa bilərsənmi bir də? Hə, çox olubdur. Ən yadda qalan, yadıma çox düşən, çox maraqlısı. Yəni bizim sahədə olan gülməli hadisələr heç bir sahədə yoxdur. Mən üzr istəyirəm. Talihlə demək gündəlik bir gün bir toyda idik. Böyük bir toy. Talihin öz başına gəlib bu. Demək qız oğlan toyu bir yerdədir. Oğlan evi belə deyək də, demək Talihi toya istəyiblər, danışıblar, behim filan. Orada da həmin vaxtı açığı belə deyək də sezonun bu musiqi aləmində o pik vaxtları olur. Talih də həmin toya həqiqətən yəni yaxşı qonorar danışmışdı. Demək oğlan evi Talihlə danışıb, beyləşib. O şimdi Talih toya gəldi, qız evinin xəbəri yoxdur. Demək qız evində də amma Talihi istəyiblər. Eyni günə Talihə zəng eləyir ki, mən filan vaxtı burada danışmaq bilmirəm amma hər halda necə toydur. Demək oğlan evi Talih gəldi, toyun açışını elədi. Qız evinə bir nəfər gəldi, bizim bir oxuyanımız var idi bəs. İstəyirdik ki, o da gəlsin, prosto alınmadı da, bəs Talih Ələsgəri təzdən demək orada oğlan evi gəldi, bəs elə mən həmən onu zanit eləmişdim, bəs elə həmən oxuyandı. Belə bir anlaşıq, amma eyni toydu ha. Prosto eyni tarixi Talihə toy deyib, deyir mən valla zanitəm, gələ bilmərəm. Amma o şeylə yəni belə bir maraqlı bir situasiya yaranmışdı Talihin. Bir dəfə də məclisdəydik, ağsaqqal bir kişi idi, yaxınlaşdı. Nə ifa elədi, gördü ki, bunun sümüyünə düşmür. Yaxınlaşdım ağsaqqalın qulağına, dedim ki, nə istəyirsən? Dedir, bala, nə bilim elə, bax da bir ağrıyana bir şey olsun. Mən buna qayıtdım, dedim ki, Allah hamd olsun ha. Dedim, Əjdər əmin ətərdir, Əjdər əmin mahnısı var da, Əjdər əmin ətərdir. Ağsaqqal qayıtdım, ha, belə elədi. Bala, Əjdər kişi rəhmətə gedib, xəbərin yoxdur. Allaha and olsun. Mən buna mahnını deyirəm. Bu da eləmir ki, Əjdər kişini soruşuram. Sonunda tamaşaçılara Talih nə deyərdi? YouTube kanalına abunə olsunlar. Talih Ələsgər. Mənim deməli, Orxan qardaşım yenidən mənim adıma, Talih Ələsgərli adına yeni YouTube kanalı açıb. Təşəkkür edirəm. Yəni, artıq bir 20 gün olar mənim paylaşımlarımı hamısını Orxan qardaşım idarə eləyir və bugünkü klipimizi də bir 3-4 günə YouTube'a yerləşdirəcək. Tamaşaçılarımdan xahiş edirəm ki, mənə dəstək olsunlar, abunə olsunlar, rəyləri yazsınlar ki, bizim YouTube kanalımızda necə deyərlər, yüksəliş olsun. Yəni belə deyək də, YouTube'umuz da kəşfiyyata düşsün. Mən onu da qeyd edim ki, mən Rusiya tez-tez gedib gəlirəm. Mən oradakı dostlarımı, qardaşlarımı və tanımadım bütün həmvətənlərimizi salamlayıram. Allah hər birisini qorusun. Onlardan da xahiş edirəm, dəstək olsunlar. İstər Rusiyada, istər burada da hamısının xoş günü biz musiqiçilərə düşsün. Mən oldum, olmadım. Allah Teala həmişə telefonumuzda musiqiçiləri axtarmağı sizlərə nəsib eləsin inşallah. Xoş günlərdə görüşək, haqqınızı halal eləyin və dəstək olun bizə. Sağ olun.